8 milyard manatdan çox vəsaitin ayrılması gözlənilir ki, bu da büdcənin 21%-ni təşkil edir. Kifayət qədər böyük rəqəmdir. Daha da böyüyəcək Çinar xanım. Dünyada hərbi büdcələr, dövlətlərin hərbi büdcələri getdikcə artır. Bunun belə deyək, səbəbləri var. Bunun real səbəbləri var. Deyək ki, vaxtı ilə hansısa bir məhsulun qiyməti, mən ad çəkmək istəmirəm, hansısa bir məhsulun qiyməti $1000 və yaxud da 1000 evroydusa, 1000 avroydusa, bugün həmin məhsulun qiyməti 2000, 2500, 3000 avrodur. Burada əsas səbəblərdən biri əlbəttə ki, dünyada baş verən qarşıdurmalar, iri dövlətlərin, böyük dövlətlərin, əsas xammal ehtiyatına malik olan dövlətlərin, istehsala malik olan dövlətlər arasında olan qarşıdurmalardır. Adını demək lazımdır, Ukrayna müharibəsi. Yəni, bu baş verən hadisələr artıq hərbi texnoloji avadanlıqların, silah sursatların, mərmilərin və s. qiymətini kosmik şəkildə artırır. Bu təbii bir proses halına alır. Yəni, məqsədli deyil. Tələbat böyükdür, böyük bir ərazidə müharibə gedir, təxminən 2000 kilometrə yaxın bir ərazidə, radiusda müharibə gedir, təkcə bir yerdə deyil, həm bu Afrikaya aiddir, digər ölkələrdə də var. Döyüşlər gedir və tələbat artır. Tələbat artdıqda artıq məhsulların qiyməti də artır və üstə gəldə həmçinin xammala və istehsalı böyük olan ölkələr də eksporta, ixraca müəyyən məhdudiyyətlər qoyublar. Bu baxımdan Azərbaycanın hərbi büdcəsinin getdikcə artması gözləniləndir. Hətta Azərbaycan bu günləri aldığı bəzi məhsulların Azərbaycanda istehsalına nail olsa belə, Azərbaycan Müdafiə Sənayesi sektorunda, Nazirliyinin müəssisələrində bunun istehsalına nail olsa belə, yenə də həmin məhsulların qiyməti artacaq və bu da büdcənin artmasına gətirib çıxarır. Digər tərəfdən də, axı, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də məhz həmin büdcədən ayrılmalar həyata keçirilir. Bu baxımdan, yəni, biz qarşıdan gələn illərdə bu məbləğin daha böyüyəcəyinin şahidi olacaq.